Biraz ailə məsləhəti ilə erkən yaşda evlənmə oldu və bu da mənim həmçinin oxumağıma təsir elədi. Təəssüf ki, icazə verilmədi mənə ki, sən yox oxuma, otur evdə və s. tipli şeylər deyildi. Halbuki məktəbdə ancaq 5-lə oxuyan, diplomu, medalı olan bir insan idim və mənim özümə çox pis təsir elədi bu ki, mənə icazə vermirlər oxumağa. Çünki ən çox istədiyim şey oxumaq idi. Yəni bəlkə də o dövrlər mən yox evlənmək istəmirəm deyil də, yox mən oxumaq istəyirəm demək istəyirdim və buna baxmayaraq 9-cu sinifdən çıxdım və oturdum evdə. Bir il mən çox fikirləşdim, düşündüm ki, yox, bəs mən necə oxuyacağam, bəs mən oxumaq istəyirəm və s. Və bir il sonra mən, belə deyim, dirəşdim evdə ki, yox, mən oxuyacağam və kollecə qəbul oldum. Heç bir hazırlıq olmadan getdim, imtahan verdim, 60 baldan 58 yığdım və daxil oldum pedaqoji kollecə. Pedaqoji kolleci təəssüf ki, 8 il bitirdim, 8 ilə bitirdim. Buna baxmayaraq yenə də sonuna qədər getdim deyə düşünürəm. 2014-cü ildə mən qəbul olmuşdum pedaqoji kollecə və bir il getdim, 2-ci ildən dondurdum, analıq məzuniyyətinə çıxdım. Artıq 18 yaşında da biraz, yəni artıq ana idim. Biraz dediyim kimi gənc yaşlarda ailə həyatı qurdum. Və mən 3 illik çıxdım dekretə və 3 il mən kollecə getmədim, yalnız övladımla məşğul oldum. Və təəssüflər olsun ki, övladımın da sağlamlığında problem olduğu üçün bu yaşa qədər hələ də biz savaşırıq, biz hələ də ümid eləyirik ki, hər şey düzələcək. Oğlumun 8 yaşı var artıq və əlilliyi olan bir uşaqdır. Və ümumi götürsək, hal-hazırda bəlkə də bu gördüyünüz hər bir şey, yəni şirkət qurmağım, bura qədər gəlib çatmağım və s. bunlar hamısı daha çox onun sayəsindədir. Yəni mənim hər kəsin bir məqsədi olur. Məsələn, mən ev almaq istəyirəm, mən maşın almaq istəyirəm, mən falan şey eləmək istəyirəm və s. Və mənim isə məqsədim o idi ki, mən övladımı sağaltmaq istəyirəm. Və o vaxtlar artıq 2018 idi. Mən ayrıldım, yoldaşımdan ayrıldım və tək davam elədim həyatıma. Və tək davam eləyəndə mən artıq baxdım ki, mən övladıma baxmalıyam. Ailə, ata, ana, tamam, onlar tərəfdən dəstək gəlir. Amma mən nəsə eləməliyəm ki, mənim özümün də bir faydam toxunsun övladıma.